8 noyabr 2025-ci il tarixdə Masallı şəhər Heydər Əliyev mərkəzində Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 noyabr Zəfər gününün 5-ci il dönümü və Şuşa şəhəri günü ilə əlaqədar Şanlı və Qürurlu Zəfər günü adlı konfrans və konsert proqramı təşkil edilmişdi. Konfransdan öncə tədbir iştirakçıları Masallı şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini və Qəhrəmanlar Parkı Şəhidlər Abidə kompleksini ziyarət edərək, ümumilli lider və şəhidlərimizə ehtiramlarını bildirərək tərgül dəstələri qoymuş və ruhlarına dualar etmişlər. Şanlı və Qürurlu Zəfər günü adlı konfrans, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan edilmişdir. Konfrans iştirakçılarını salamlayan Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında qeyd etmişdir ki, bugün xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz qələbənin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasında təntənəli şəkildə qeyd edilən Zəfər gününün 5-ci il dönümüdür. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Dəmir yumruq əməliyyatı ilə Azərbaycanın yeni tarixi yazıldı. Bu zəfər, müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqi oldu. Azərbaycan xalqı prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Biz qalib ölkənin qalib vətəndaşları olmağın qürurunu yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olacaq. Sonra çıxış edənlərdən Milli Məclisin deputatı Məşhur Məmmədov, Aprel döyüşləri şəhidi Nurlan Əskərli və Vətən müharibəsi qəhrəmanı İntiqam Əskərlinin anası Ziba Əskərli, səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi Rafail Xəlilov, şəhid Vüsal Məhərrəmovun atası Aslan Məhərrəmov və 44 günlük Vətən müharibəsinin iştirakçısı Talib Qəzənfərli bildirmişlər ki, Azərbaycan ordusu dünyanın ən güclü ordular sırasındadır. Hərbiçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir və tarixi zəfərimizlə bütün beynəlxalq ictimaiyyət bir daha bunun canlı şahidi oldu. Şanlı və Qürurlu Zəfər gün adlı konfrans Lənkəran Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə rəngarəng konsert proqramı ilə yekunlaşdı.